Yoldaşlar salam. Demək, Azərbaycan ev dizayn mədəniyyətində belə bir hal var ki, demək olar əksər evlərdə piano var. Amma əksər hallarda bu piano çalınmır, ifa olunmur, ya deyək kiminsə evladı əvvəl ifa eləyir, uşaq vaxtı məktəbə gedir, sonra qalır. Ya kimsə ifa eləyənlərdən biri evdən köçür, başqa yerə gedir. Amma evlərin çoxunda piano var və bu piano istifadə olunmur. Mən təklif edirəm ki, dəvət edin, gəlin və sizin evinizdə hər hansı bir özəl günləriniz varsa, deyək ki, evli təklif eləmək istəyirsiniz. Deyək ki, doğum günüdür. Deyək ki, hər hansısa bir yubiley günüdür. Özəl əlamətlər günüdür. Və ya ailəcə oturub kitab oxuyaraq canlı piano musiqisi dinləmək istəyirsiniz və ya musiqi terapiyası eləmək istəyirsiniz. Evdə bir şam yandırıb, əyləşib canlı piano dinləmək istəyirsiniz. Bu halda dəvət edə bilərsiniz bizi. Biz gəlib evinizdə sizin üçün piano ifa edəcəyik. Həmin günlərinizi əlamətlər etməyiniz üçün arxa fonda sakit canlı musiqi terapiyası və belə deyək, daha bir avantaj deyəcəm sizin üçün. Əslində bu mənim üçün dezavantaj sayılır illər boyu, amma hər kəs öz evində çox rahat istəyər, rahat geyimdə, öz ev geyimində əyləşmək istəyər, rahat olmaq istəyər ailəsinə birlikdə və tanımadığı bir şəxsin onlara baxmağını, ümumiyyətlə onların evlərini görməyini istəməyə bilər. Bu halda mənim bir dezavantajım avantajı çevrilir və mən tamamilə görmədiyim üçün sakit gəlib əyləşib sizin üçün pianoyu ifa edirəm və vaxtında biz tədbiri bitiririk. Məsəl üçün ifalar da belə ola bilər. Siz əgər sadəcə sakit bir gün keçirmək istəyirsinizsə, oturub canlı musiqi ilə kitab oxumaq istəyirsinizsə və ya hər hansı bir rəsm çəkmək istəyirsinizsə və ya bir əl işi düzəltmək istəyirsinizsə, məsəl üçün bu bir ifa və ya ola bilər ki, bizim hansısa bir deyək ki, doğum günüdür. İkinci doğum günü təbrik eləmək istəyirik. Pianoları ifa edə bilərik, məsəl üçün. Məsəl üçün, köhnə ailə dostlarla yığışıb otururuq, hər hansı bir tədbiri qeyd edirik, oturub keçənləri danışırıq, müzakirə edirik, xoş günlər yada salırıq. Məsəl üçün, belə bir hamıya məşhurdur bu film, bu mahnı. Məsələn, belə bir şey və ya dediyim kimi, sadəcə bir şamları yandırıb, nəsə bir fikir eləmək lazımdır, bir şey fikirləşmək lazımdır. Musiqi terapiyasından həmin düşüncəni düşünmək istəyirsinizsə, daha belə slow gedə bilərik, məsələn.
əgər ki, sadəcə dostlarla yığışırsınız və ya hansı bir söhbətlər aparırsınız, deyirsiniz, gülürsünüz, arxam fonda sizi həm çox slow, yəni çox düşüncəyə aparmayacaq, amma belə ümumi ortamı, ab-havanın tempini saxlayacaq bir musiqi, melodiyalar, playlist lazımdır. Belə bir şey ifadə edir. Və olar ki, deyək, klassikadan nəsə dinləmək istəyirsiniz. Məsəl üçün. Ümumilikdə xidmətlərimiz gəlib sizin evdə sizin üçün piano ifa etməkdir. İstər bu sizin özəl gününüz olsun, istər həmin günü özünüz üçün özəl təşkil etmək istəyirsə bu səbəbli olsun. Ailə ortamında, dostlar ortamında müraciət edə bilərsiniz. Detallar üçün də yazın, mütləq şəkildə sizinlə geri əlaqə saxlanacaq.